Salam mənim kanalımın seyirciləri. Həyat elə axıra gəlib çatıb ki, mütləflik haqqında nəysə bir video çəkərsən, skandal, şou yaratmaq milyonlarla baxış olar. Düşündürə bilən bir mövzu haqqında danışarsan 3 dənə, 5 dənə. Nə olsun, heç olmasa o da təsəlli vericidir ki, 3-5 nəfər savadlı, başa düşə bilən, vacib deyil, əlində bir parça diplomu olsun ki, magistratura qutarıb, bakalavr qutarıb, ən azından bu düşünməyə qorxmur, düşünə bilən insandır. Bu zəmində Jean Badiar haqqında danışmaq istəyirəm. Yəni, mən pedagogika keçdiyimə görə, müəyyən müddətdə müəllim işlədiyimə görə, mövzunu praktik olaraq hamının gördüyü, bildiyi bir şeyə calamağı bacarıram. Yəni, indi Jean Badiar deyərsən, simulakr, simulyasiya yorucu gələr kiməsə. Matrisa filminə hamı baxıb. Hətta IQ-si 84-dən aşağı olan adamlar da Matrisa filminə baxıb. Matrisa filminin zəmini, onurğa sütunu Jean Badiar'ın simulakr və simulyasiya əsəridir. Jean Badiar'ın çox dahi fikirləri var. Fikirlərindən biri də odur ki, bu həyat boş bir platformadır, boşdur. Heç nə yoxdur burada. Bütün xeyirlə şər bizim başımızdadır. Biz özümüz məna veririk ki, bu belə olmalı deyildi, elə olun, bu zlo, bu zülümdür, bu yaxşıdır, bu xeyirxahdır filan da bəsməkandır. Yəni, bununla razılaşmaq olar, amma analıq instinkti olmasaydı, bütün canlılara, hətta quş beyni olan quşlara belə analıq instinkti xasdır. Görürsən ki, yəni özüm ova gedəndə, görürsən nə qədər güllə atırsan, sən çəkilmir oradan. Orada 100% balaları var. Yəni, analıq instinkti olmasaydı, qəbul eləyərdik ki, bu platforma boşdur. Ancaq bütün canlılara baxırsan, görürsən ki, ana öz balasını qoruyur. Demək, onun yaradanı var və onun beyninə bu şeyi yazıb. Ta ana öz balasını ona görə qoruyur ki, canavara çaqqala qismət olsun, bu ayrı temadır. Fakt odur ki, bütün canlılarda materinski instinkt var. Bu qədər.